Prostat probleminə əziyyət çəkən bəylər bu gün müxtəlif vasitələrə müraciət edirlər. Bəzən aldığınız dərmanlar, aldığınız qidalar orqanizmanızda digər fəsadların yaranmasına və yaxud da öz probleminizin həllinə çarə tapa bilmir. Çünki prostatınızda hansı problemin, hansı prosesin getdiyini bilmədən, hansı problemdən əziyyət çəkdiyinizi bilmədən ona müdaxilələr etməyə çalışırsınız. Buna görə də bəzən daha da problemin pisləşməsinə, daha da ciddiləşməsinə gətirib çıxarda bilir. Bəzən prostatın yaratdığı problemi cinsi yollarla keçən infeksiyalar olsun, soyuq dəymələr ola bilər, adenoma ola bilər və yaxud heç prostatla şübhələnib sidik cinsiyyət yollarınızda olan hansısa bir xəstəliklə qarışdıra bilərsiniz. Buna görə də mütləq şəkildə əlinizdə rəsmi kağızınız olmalıdır və probleminizin kökünü bilib, ona uyğun şəkildə indiyə qədər istifadə etdiyiniz məhsulları analiz edərək, onlara uyğun şəkildə məhsul istifadə etsəniz, hansısa bir dərman istifadə edəcəksənizsə də probleminizi bilərək istifadə etməyiniz tövsiyə olunur. Mən sizə prostat problemində, ümumiyyətlə sidik cinsiyyət orqanlarında baş verən hansısa bir problemlərdən orqanizminizi qorumaq üçün Tibet proqramı təqdim edirəm ki, bu məhsullardan istifadə edərək istər adenom olsun, şişkinlik olsun, soyuq dəymə olsun, sistit kimi problemlər, hansısa sidik cinsiyyət yollarında olan, böyrək yollarında, böyrəyin özündə olan problemlərlə bağlı profilaktik, həm də bərpa edici üstünlükləri olan proqramdan istifadə edə bilərsiniz. Məsləhət proqramımızdan keçərək özünüzə uyğun olan proqramı siz də əldə edə bilərsiniz. Aşağıda əlaqə vasitələrim var. Mənimlə əlaqə saxlayıb suallarınızı verə bilərsiniz.